Bir dənə TikTok qəhvəxanaya dönübdür. Qabil artıq TikToka girir. TikToku da mən, TikTokdakıları da mən qeyrətə gətirəcəyəm. Artıq TikTok səhifəm hazırdır. Baxa bilərsiniz. Ayın 1-dən TikTokda canlı yayımlarımız gedəcək. Ayın 1-dən canlı yayımlarımız gedəcək. Budur, göstərirəm TikTok səhifəni sizə. Göstərirəm. Bir TikTokda şərəf və ləyaqət namus yox idi. Qabil orada namusu gətirəcək. Kişiliyi TikToka gətirməyə gəlirik. Qabilin ordusu. Qabilin ordusu. Qabilin cəngavərləri. Mənim dava arkadaşlarım. Biz TikToka qeyrəti namusu gətirməyə gedirik. Ordu şəklində gedirik. Ayın 1-dən 2-sindən TikTokda canlı yayımlarımız başlayır. Onun üçün də sizlərdən hər birinizdən xahiş edirəm ki, qan yox, qeyrət axan, şərəf axan hər bir insandan xahiş edirəm ki, bu kanala dərhal takipçisi olsun və mini keçək dərhal canlı yayınlarımız ayın 1-2-si başlayır. Axşam bunun üzərində çox duracaq. Biz TikToka ordumuzdan gedirik. Bütün arxamda olan qabil sevənlərlə gedirik. Azadlıq sevənlər, demokratiya sevənlərlə gedirik. Biz TikToka namusu, şərəfi, ləyaqəti aparacağıq. Orada məyləyənlər, hətta Bayram Nurlu dünən mən efiri qutarmışam. 7000 adam canlı izləyir Bayram Nurlunu. Məyləyən Bayram Nurlunun cinsa orqanı ağzınıza olsun sizin. Şərəfsiz heyvan, köpək uşağı. Nə bilim orada Toliki, Samradonun, Razanın, nə bilim o Səbuhini izləyən Petuq uşağı, Petuq, qəhbənin balaları. Gəlin kişiliyi TikToka da gətirirəm. Gəlin mənim səhvəmə. Atın yanına bağlasalar, həm rəng olmasa da, həm xasiyyət olacaq. TikToka qeyrət gətirməyə gəlirik. TikToka namus gətirməyə gəlirik. Bağlayacaqlar kanalı, birini də açacaq. Haksızlığa susma 1'deyik. Bağlanacaq 2 də olacaq. Haksızlığa susma 3'də olacaq. Gəlin əzizlərim. Gəlin görsünlər ki, TikTokda qeyrət var imiş. TikTokda şərəf, ləyaqət var imiş. Hələ mən indi bilirəm, bugün bilirəm. Orada bayrama pul da qazandırıblar. İnan Allaha bayramın videosu olub 7000 manat qazandırıblar. Qurbana 65.000 göndərən, bir həftəyə göndərən. Şərəfsiz eşşəklər. Eşşək qədər düşüncəsi olmayanlar. Nə oldu? Eşşək bir dəfə batar palçığa. Eşşək bir dəfə batar palçığa. Siz kosmosa nə bilim nə qaldırırdı, nə kanal açırdı. Nə oldu? Aşmadı, milyonlarınızı yedi. Eşşək yığın eşşək. Ağlınız başınıza gəlmədi mi? Siz tərtər hadisələrində zərər çəkənlərə çerez qurban pul göndərirsiniz.